nömrəli məktəb artıq düzdür 41 il tamam olmadı. Artıq 41-ci ildir ki, mən burada işləyirəm. Mənim məktəbim, mənim elə ilki doğma evim kimi olub, ikinci evim kimi. Mənim kollektivim, mənim doğma ailə üzvlərim kimi olub. Hər gün mən anamı, bacımı, qardaşımı görmürdüm ama hər gün sizlərlə burada mən qarşılaşırdım. Xeyirdə də, şərdə də həmişə bir yerdə olmuşum. Mən hamınızı çox sevirəm, təşəkkür edirəm. Mənim qəlbim də, qapım da, mən bu kəndin sakiniyəm. Üzünüzə hər zaman açıldı. Buyurun, gəlin. Siz də əzizlərim, övladlarınızın xeyir işində, gözəl tədbirlərinizdə məni dəvət edin, gəlin, böyük məmnuniyyətlə iştirak edərəm. Mən bu məktəbdən ayrılmıram, mən tez-tez gələcəm doğma məktəbimə. Tez-tez görüşəcəyik, hamınızı çox sevirəm. Bugünləri Gülnara müəllimə bizdən ayrılmır. Çünki o bizim qəlbimizdədir. Mən hər zaman deyirəm ki, heç bir iş icrasız qalmır. Hər bir işi icra edən şəxs olur. Yəni onu əvəz edən olur. Lakin insanı əvəz edən heç kim yoxdur. Yəni Gülnara müəllimə əvəz edilməz müəllimədir. Onu heç kim əvəz edə bilməz. Hər zaman mən Gülnara müəlliməni tək müəllim kimi yox, özümə bir ana kimi, böyük kimi qəbul etmişəm və hər zaman onun dəstəyini, dayağını, mənə olan mənəvi sevgisini hiss etmişəm və hər zaman da mənə öz gözəl məsləhətlərini verib. Bugün mənim üçün çox ağırdır Gülnara müəlliməni bir də bu məktəbdə görməmək. Amma əsas odur ki, can sağlığı arzu edirəm sizə, uzun ömür arzu edirəm və hər bir müəllim sizi kimi şərəfli peşəsini yerinə yetirsin təki. Yəni onu. Afaq müəllimənin 2 kəlmə sözü var, çox reglamentə əməl edək, onlar getmək istəyir. Uzaya bizim başqa Gülnara müəllimə sizə uğurlar arzulayıram. Bu məktəbdə bir neçə müəllim var ki, onlara həmişə pozitiv enerji aldığım müəllimə kimi yanaşmışam qəlbimdə. Siz o müəllimlərdən birisiniz. Hər dəfə tənəffüsdə sizlə rastlaşanda mənim sizin haqqınızda ümumiyyətlə bir mənfi bir beynimdə hər hansısa bir düşüncə formalaşmışdı. O gülər üzünüzlə çox sağ olun qızım. Təşəkkür edirəm qızım. Bir də Gülnara müəllimənin sinifləri xüsusi siniflər olubdu. Hər zaman nümunəvi siniflər olubdu. Biz iqtidai siniflərdə sorğular keçirəndə çox əziyyət çəkirik. Bilirsiniz ki, iqtidai təhsil dönəmi ən çətin təhsildir. Yəni, nə qədər müəllimlərimiz uğurludular ki, biz o təhsilin çətin tərəflərini görə bilmirik. Gülnara müəllimənin sinifində Gülnara müəllimə o sinifi qoyub gedəndən sonra quş uçmur, yəni. Uşaqlar bir kutu kimi sakit otururlar. Ona görə